Rəhmətindən Peyğəmbər sallallahu aleyhi və səlləm bəzən daxil olurdu namaza. Sonra körpənin, uşağın ağlamağını eşidirdi. Namazı tezləşdirirdi. Uşağa, anasına şəfqətindən, yazığı gəldiyindən bilirdi ki, ana narahatdır övladı üçün. Rəhmətindən bir gün səcdə edir namazda, cemaat namazında. Həsən ya Hüseyin ikisindən biri onun kürəyinə qalxır. O yıxılmasın deyə belini sabit saxlayır. Səcdəni çox uzadır. O dərəcədə ki, səhabələrdən biri Peyğəmbər üçün qorxduğu üçün başını səcdədən qaldırır, baxır. Elə ki, namaz bitir, səhabələr soruşurlar ondan səcdənin uzun olma səbəbini. Deyir ki, bu övladım məni özü üçün mini etmişdi. Onun ehtiyacı tez bitməsin deyə səcdəni uzatdım ki, istədiyi qədər ehtiyacını ödəsin. Və rəhmətindən Peyğəmbər sallallahu aleyhi və səlləm bəzən uşağı qucağına götürərək namaz qılırdı. Necə ki, Umamə binti Zeynəbi namazda qucağında saxlayırdı. Qiyamda olanda qucağında tuturdu, elə ki, səcdəyə gedirdi, onu yerə qoyurdu. Hətta ibadətində o rəhmət, o mərhəmət ondan ayrılmırdı. Ummu Qays binti Mühsən bir gün körpəsini onun yanına gətirir. Hansı ki, hələ süd əmirdi, yemək yemirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm alır onu qucağına və uşaq onun qucağına kiçik ayağı yoluna çıxır. Lakin bu Peyğəmbər sallallahu aleyhi və səlləmi qəzəbləndirmir, narazılıq etmir, danlamır, əksinə su istəyir, həmin yerə çiriyir və yumur da. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin mərhəmətindən bir gün evinə qayıtdığında oğlu İbrahimin can verdiyini görür. Görür ki, ölüm ayağındadır, gözləri yaşarır. Abdurrahman İbni Avf, səhabə görür onu, təəccüblənir, deyir ki, və əntə ya Rasulallah, sən də Allahın elçisi, yəni sən də ağlayırsan. Deyir ki, İbni Avf, bu rəhmətdir, göz yaşarır, lakin Rəbbimizin razı olduğunu söyləyirik. Və sonra göz yaşları bir-birini dalınca axır və deyir ki, göz yaşarır, qəlb kədərlənir. Yalnız Rəbbimizi razı salan sözləri deyirik. Biz səndən ayrılmağa İbrahim kədərlənirik. Rəhmətindən şəfqətli idi sıxıntıda olan kəslər üçün. Onların əhvalı ilə maraqlanırdı. Qərib insanlar üçün onların əhvalı ilə maraqlanırdı. Onlara yazığı gəlirdi. Onlara rəhmət libasından libas geydirirdi. Öz rəhməti ilə onları əhatə edirdi. Məlik ibn Hüveyris deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldi. Eyni yaşda olan cavanlar idik. Elə ki, 20 gün onun yanında qaldıq. Bizim ailəmiz üçün darıxdığımızı gördü, bizə yandı, bizə rəhm etdi. Soruşdu, arxada qoyduğumuz ailəmiz haqda. Şəfqətli idi, rəhimli idi. Dedi ki, qayıdın əhlinizin yanına, onların yanında olun, onları öyrədin, Allahın dinini onlara əmr edin. Həmçinin qadınlara qarşı da rəhimli idi. Və qadınlara qarşı rəhməti xüsusi vurğulanıb, rəvayət olunan əsərlərdə, hədislərdə tövsiyə edib olaraq da yaxşı davranmağa, deyib ki, istəvsu bin nisai xeyra, qadınlar haqda xeyri tövsiyə edin. Yəni, qadınlar haqda gözəl davranın, Allahdan qorxun onlara görə, müsəlmanları rəğbətləndirib, onların haqlarını verməyə və deyirdi ki, Allahumma inni uharricu haqqad daifeyn. Allahım, mən iki zəifin haqqını şiddətli şəkildə tələb edirəm. Əl-yetimə vəl-mərah, yetimin və qadının. Otururdu, onların şikayətlərini eşidirdi. Ayrıca gün ayırmışdı qadınlar üçün.